Salam uşaqlar, bugün mən sizinlə ümumdünya cazibə qanunu bölməsindən olan 11-ci məsələnin həllinə baxmaq istəyirəm. Əvvəl məsələni oxuyuruq. Çünki məsələni oxumadan, dərk etmədən, onun bizdən nə istədiyini bilmədən biz məsələni həll edə bilmərik. Ona görə də birinci məsələnin gedişatına baxırıq. Deyir ki, kütləsi M1 və M2 olan maddi nöqtələr arasındakı qrafda isə qarşılığı təsir qüvvəsinin modulunun F olduğunu bilərəkdən. Yəni, bax, bizə deyir ki, F1, F2, çünki kütləsi M1, M2 olan. Düsturumuz belədir də, J, M1, M2 bölünsün R-in kvadratı. Deyir, biz bunun F olduğunu bilirik. Tamam, bunun F olduğunu bilirik. Amma bir də bunu hesablamamız lazımdır axı bizim, düzdürmü? Onda, bax, gəlin baxalım. M1'imizi də verib, M2'mizi də verib. Qoyağın yerinə. M1'imizin qiyməti M-dir. M2'miz 2M-dir. Qaldı məsafə. İndi biz məsafəli uşaqlar. Biz bilirik ki, məsafə bu iki dənə kütlə arasında qalan məsafədir. Gəlin baxalım. M1 ilə M2'nin arasında qalan məsafə neçə damadır? Baxın, 1 dama, 2 dama. Demək ki, bu məsafəni 2 götürə bilərəm. 2'nin də kvadratı 4 etdiyindən dolayı ilə bura birbaşa 4 yazıram. M-i də 2M-ə vuranda 2M-in kvadratı edəcək. Bax, bu mənə deyir ki, sənə bunu vermişəm. Gəl ixtisar da aparağında 2 ilə 4 gedir, burada qalır 2. Deyir, sənə bu ifadənin qiymətini F vermişəm. İndi yaxşı. F1, F3-ün nəyə bərabərdir? Eyni düsturu bunun üçün də tətbiq edirik. M1, bu dəfə M3 yazırıq. R-in kvadratı bərabər J. Baxırıq, M1-in qiyməti M-dir. M3-ün qiyməti 4M-dir. Yazdım. İndi keçirik uşaqlar. M1 ilə M3-ün arasında qalan məsafəyə sayırıq. 1, 2, 3, 4. 4 damadır. Deməli, onda mən buradakı məsafəyə 4'ün kvadratı yazmalıyam. 4'ün də kvadratı bizə 16 verir. Bu 4 ilə bu 16 ixtisar edəcək. Burada qalacaq 4. Bu 4 də getdi. Qaldı orada M-in kvadratı bölünsün 4. İndi uşaqlar, bura baxın. J M-in kvadratı bölünsün 2F verirsə, gəlin bunu gətirəyin bu vəziyyətə. Bunu bu vəziyyətə gətirsək necə yazarıq? J M kvadratı 4'ü bax belə yazaram. 2 vurulsun 2 kimi. Bərabərdir. Bax, bu ifadəni bu cürə yazdım. 4'ü çarpazladım, açdım. 2 vurulsun 2 kimi yazdım. İndi bax, bu mənə yuxarıda deyir ki, sənin J M kvadratı bölünsün 2 F-i verir. Onda mən bax, bu J M kvadrat bölünsün 2'nin yerinə yazıram. F. 2 də olduğu kimi qalır. F bölünsün 2. Məssalam. Demək ki, mən bu ifadəmin vahidini, daha doğrusu qiymətini F bölünsün 2 ilə ifadə eləyə bilərəm.